Salam əziz dinləyicilər, bugün mən sizə mütləq sıfır rubrikası çıxış edəcəm və mütləq sıfır rubrikası bilirsiniz ki, mənim mütləq sıfır əsərimdədir. Mən bu mütləq sıfır əsərini demək 2000-ci ildə yazmışam. Təxminən 25 il bundan qabaq yazmışam. İndi mən burada 25 il bundan qabaq yazdığım fikirləri oxuyacağam və sonra da bu il, yəni amillər nümayəndəsindən aldığım informasiyalarla bir növ bunları müqayisə edəcəm. Yəni 25 il aldığım fikirlər düzdürmü və amillər nümayəndəsi bu mövzular haqqında öz fikrini bildirəcək. 25 il bundan qabaq yazmışdım ki, kainatda mövcud yüksək şüurun əlaqə tərzi müxtəlif yollarla həyata keçirilir. Ümumiyyətlə, əlaqə tərzinə görə informasiya müxtəlif cür olur və misal üçün, yüksək şüur informasiya modelisinin müxtəlifini nəzərə alaraq belə fikirlər söyləmək olar. Məsələn, 10 ölçülər protonlar. Protonlar biz onlara nurlar deyilir. Məsələn, protonlar arasında gedən informasiya mübadiləsində deyək ki, məsələn, iki proton bir-birindən əlaqə yaradır. İndi 25 ildən əvvəl nə yazmışam? Proton əvvəlcə öz efir bədənini astral bədənindən mental şuur dairəsinə və transmator enerji dairəsinə ayırır. Sonra həmin birləşmə fəzada hərəkət edərək başqa bir protonla əlaqə yaradır. Yəni 25 il bundan qabaq mən belə bir fikir söyləmişdim. Ancaq amillərin nümayəndəsi isə deyir ki, protonlar, yəni nurlar 4 bədəndən ibarət deyil. Yəni mən burada yazmışam ki, protonlar efir bədənindən, mental şuur dairəsindən, astral bədənindən və transmator enerji dairəsindən ibarətdir. Ancaq amillərin nümayəndəsi deyir ki, xeyr, protonlar efir bədənindən, astral bədənindən və mental şuur dairəsindən ibarətdir. O ki, sən yazırsan transmator enerji dairəsi, protonlarda transmator enerji dairəsi yoxdur. Deməli, amillərin nümayəndəsi 25 il bundan qabaq aldığım informasiyada o transmator enerji dairəsi inkar edir ki, bu transmator enerji dairəsi yoxdur onlarda. Sonra burada yazıram ki, proton, yəni nur, öz efir bədənini astral bədənindən ayırır. Mental şuur dairəsindən və transmator enerji dairəsindən ayırır. Ancaq amillərin nümayəndəsi deyir ki, xeyr, elə deyil. Protonlar efir bədənindən, astral bədənindən ayrılır, nə mental şuur dairəsindən ayrılır. Protonlar öz mental şuur dairələri ilə bir-birindən təfəkkür yolu ilə bir-birinə informasiya göndərirlər və bir-birindən məhz mental şuur dairəsinə kontakt yaradaraq, yəni demək, informasiya mübadiləsini həyata keçirirlər. İndi burada yazıram ki, o 25 ildən qabaq yazmışam ki, birləşmə zamanı informasiya mübadiləsi baş verir. Yəni ki, o dedim ki, proton, yəni nur, efir bədənini, astral bədəni, mental şuur dairəsindən və transmator enerji dairəsindən ayırdı və sonra başqa protonla, yəni nurla birləşdi və burada birləşmə zamanı informasiya mübadiləsi baş verdi. Əlaqə başa çatdıqdan sonra bunlar bir-birinə ayrılır. Yəni, deyək ki, astral bədən, mental şuur, transmator enerji dairəsi yenidən birinci nura, yəni birinci protona qayıdır və birinci protonun efir bədəninə birləşir. Və yazılır ki, son nəticədə astral birləşmə ikinci protonun efir bədəninə birləşir. Əlbəttə ki, burada yəni həmin məsələ. Ancaq bu, yəni ki, bunu mən 25 ildən qabaq belə danışmışam, bu yəni düzgün deyil. Və amillərin nümayəndəsi mənə həqiqəti söylədi və
25 bundan qabaq söylənən informasiyaları müəyyən mənada təksib etdi. Yalnız efir bədəni, astral bədən, mental şuur dairəsini qəbul etdi. Və yaxud da ki, deyək ki, məsəl üçün insanlarla, misal üçün demonlar arasında biz bilirik ki, 4 ölçülər 4 məkandan ibarətdir. Mələkələr məkanı, mələklər məkanı, demonlar məkanı və rezonansların məkanı və burada da tutaq ki, demonlarla baryonlar da bilirsiniz ki, anyonların nümayəndəsi, anyonlar deyirəm, amillərin nümayəndəsi mənə başqa cür informasiya veribdi. Yəni 25 il bundan qabaq aldığım informasiya deyilir ki, yəni demonlar 2 yerə parçalanır və burada da məkanda, yəni demonlar yaşadığı məkanda onların efir bədəni qalır, astral bədən, mental şuurda, transmat enerji dairəsi başqa məkana qədəm qoyur. Tutaq ki, bu demonların astral bədəni, mental şuurda, transmat enerji dairəsi insanlar yaşayan əraziyə daxil olur və burada demonun mental şuur dairəsi, baryonun mental şuur dairəsi ilə əlaqə yaradır. İndi bax, bu cümləyə fikir ver, 25 ilində yazılan. Deməli, demonların efir bədəni qalır öz məkanında, astral bədən, mental şuur, transmat enerji dairəsi gəlir insanlar yaşayan yer planetinə. Və orada yer planeti ilə insanlarla əlaqə yaradır. Ancaq biz də deyirik ki, demonlar, onlar efir bədənini, astral bədən, mental şuur dairəsindən heç vaxt ayrılmır, həmişə bir yerdə olur. O ki, qaldı transmat enerji dairəsi, o dairə, transmat enerji dairəsi də demonlarda yoxdur. Ancaq burada bu cümlə yəni ki, düzgündür. İnsanlar yaşayan ərazidə daxil olan demonun mental şuur dairəsi, baryonu, yəni insanın mental şuur dairəsi əlaqə yaradır. Bax, bu fikri mən qəbul edirəm, yəni o 25 il bundan əvvəl deyilən fikir indi də öz mənasını itirməyib. Həqiqətən də demonlar yer planetində insanın mental şuur dairəsindən demək, kontakt yaradır, əlaqə yaradır. Bu düzdür. Və bunlar arasında, yəni demonlarla insanlar arasında, baryonlar arasında informasiya mübadiləsi həyata keçir. Dialoq başa çatandan sonra parçalama prosesi baş verir. Demon astral bədən öz məkanına qayıdır və öz efir bədəninə birləşir. Bu fikirlər sizə yanlışdır. Demonlar heç vaxtı insanlar deyək ki, efir bədəninə birləşmir, cismi bədənə birləşmir. Yalnız demonlar insanlar mental şuur dairəsindən müəyyən məsafədə kontaktda olurlar və bir-birinə təfəkkür dilinə informasiya göndərirlər. Və demonlar heç vaxtı astral bədəni, efir bədəni ayrılmır və bu demonun astral bədəni öz məkana qayıdıb, öz efir bədənə birləşib söhbəti isə düzgün fikir deyil. Və görürsünüz, mən 25 il bundan qabaq aldığım informasiyalarda və indi müasir dövrdə amillərin nümayəndəsində aldığım informasiyalar, bəzən fikirlər üstə düşür, bəzən fikirlər bir-birini əks etdirir. Yəni, bir-birinə əks çıxır, bir-birinə fərqlənir. Kainatda mövcud yüksək şuurlar var. Yəni, bu yüksək şuurlar o vaxt 25 il bundan qabaq demişəm ki, kainatda yüksək şuurlar var. Deyək ki, 10 ölçülü nurlar, 10 ölçülü nursuzlar, neytronlar və s. 4 ölçülü gəlir, 10 ölçüdən gəlir düşür 4 ölçülü mələkələrə, mələklər, demonlar, rezonanslar və s. Bunlar hamısı yüksək şuurlar hesab edilir. Və burada yazıram ki, kainatda mövcud yüksək şuurların içərisində yalnız baryonların ruhu cismi bədənlə
bir olduqlarına onların yalnız mental şuurda informasiya mübadiləsi var. Bax, bu fikir düzdür. İnsanlar, yəni biz baryonların, insanların ruhu cismi bədən, yəni qəlbdə yerləşdiyinə görə, yalnız biz nəinki insan insanına, yaxud da başqa yüksək şuurlara informasiya mübadiləsi mental şuur dairəsi ilə həyata keçir. Başqa yüksək şuurlarda efir bədən, astral bədən ayrı-ayrı olur. Bu fikir düzgündür. Bütün yüksək şuurlar, efir bədən, astral bədən bir yerdə olur, ayrı-ayrı olmur. Yəni bu fikri də mən indi 25 ildən sonra inkar edirəm. Odur ki, onların efir bədənləri öz məkanlarında qalsa da, diyaloqda onların astral bədəni iştirak edir. Bu fikir də düzgündür. Və yenə də deyirəm, yüksək şuurların efir bədəni, astral bədən bir yerdə olur, astral bədən efir bədənindən ayrılmır. Sonra baryonlarda isə, yəni insanlar isə ruhi bədən, fiziki bədən ayrılsa insan ölə bilər. Əlbəttə ki, bax bunu mən dəfələrlə çıxışlarını demişəm ki, insan qəlbində yaşayan ruh o vaxtda insanı tərk edir ki, insan dünyasını dəyişir. Onun fiziki bədəni torpağa basdırılır və insanın qəlbində olan ruh isə insanın cismi bədəni tərk edir. Bu haqda mən fikirlər söyləmişəm. Və gördüyünüz kimi bu yüksək şuurların bir-birinə əlaqə tərzinə nəzər yetirdi və görürsünüz ki, yüksək şuurlar bir-birinə əlaqə tərzi quranda yalnız mental şuur dairələri ilə təfəkkür dilində informasiya mübadiləsi həyata keçirilir. İndi belə bir mövzu var, yazmışam mütləq sur əsərimdə, kainatdan gələn yüksək şuurlar. İndi çox adamlar, bəzi oyanış insanlar deyirlər ki, kainatdan kənar məkanlar yoxdur, yalnız dünyada bir kainat var, kainatdan başqa məkan yoxdur. Ancaq mən hələ 25 il bundan qabaq aldığım informasiyada deyilirdi ki, xeyr, kainatdan kənar sirli məkanlar çoxdur. Məsələn, həmin məkanlar haqqında mən dəfələr söhbət etmişəm. Məsələn, həmin məkanlarda, məsəl üçün, mən deyək ki, ümumtali məkandan danışmışam, ümumtali məkanda yaşayan biotiklər haqqında söhbətlər etmişəm. Yəni, bu kainatdan kənar sirli məkanda yaşayan bu ali qüvvələr haqqında mən çox söhbətlər eləmişəm. Və onu da deyim ki, bu 25 il bundan qabaq burada yazmışam ki, ümumtali yaşayan yüksək şuurlar biotiklər adlanır. Bunlar öz yerində. Və o vaxtı yazmışdım, biotin simvol forması, biotiklər deməli, yazmışdım, biotiklərin plazmatik bədəni var. Plazmatik bədən elə efir bədən deməkdir. Sonra biotiklərini yazmışam, sıfır şuur dairəsi xeyr. İndi deyirəm ki, biotiklərin sıfır şuur dairəsi yox, minli şuur dairəsi mövcuddur. Və bir də yazmışam ki, alfa transformator dairəsi, yəni alfa transformator enerji dairəsi, ancaq bu fikir də düzgündür. Alfa transformator enerji dairəsi yox, bu biotiklərin deməli, astral bədəni mövcud. Deməli, 25 il bundan qabaq dediyim fikirləri mən inkar edirəm və belə formulovka verirəm ki, yəni biotiklər deməli, efri bədən, astral bədəni və mental şuur dairəsindən, yəni minlik mental şuur dairəsindən ibarətdir. İndi burada biotiklər arasında da əlbəttə ki, informasiya mübadiləsi yenə təfəkkür dilə həyata keçir və biotiklər də bir-birinə öz mental şuur dairəsi ilə kontakt yaradıb müəyyən deməli diyaloqlar həyata keçirirlər. Məsələn, Nemtalin məkanında mən danışdım. Nemtalin məkanında dedim ki, nükleonlar yaşayır. 25 il bundan qabaq yazmışam, nükleon simvol forması belədir.
nuklein plazmatik bədənindən beta transformator dairəsindən və sıfır mental şüur dairəsindən ibarətdir. Ancaq indi mən deyirəm ki, nukleinlər elə deyil. Nukleinlər efir bədənindən, astral bədənindən və bir də minlik mental şüur dairəsindən ibarətdir. Nukleinlərdə də informasiya mübadiləsi məhz biotiklər kimi həyata keçir. Məsələn, yazmışım kainatdan kənar immutaminizatorov məkanı var. Burada despotlar yaşayır. Despotların da deməli, despotların simvol forması belədir. Deməli, despotların plazmatik bədəni, sonra sıfır mental şüur dairəsi, gamma transformator dairəsi mövcuddur. İndi isə deyirəm ki, amillərin nümayəndəsi deyil, xeyr, belə deyil. Immutaminizatorda yaşayan despotlar da efir bədəni, astral bədənindən və minlik mental şüur dairəsindən ibarətdir. Eyni zamanda onu da demək istəyirəm, biotiklər nukleinlərlə də əlaqə yaradırlar. Despotlar da əlaqədir. Yəni ki, bu yüksək şüurlar bir-bir məkanlarına qonaq gedirlər. Bir-bir məkanlarında səyahət edərək onlarla yəni ki, kontaktlar yaradırlar. Və bu kontaktlar da mental şüur dairəsində həyata keçir. Məsələn, növbəti kominizatorda yaşayan yüksək şüurlar estalardır. Estalarda da deməli, onların simvol formasında, misal üçün, deməli, teta transformator dairəsi, sıfır mental şüur dairəsi və plazmatik bədən və yaxud da ki, amnezidə, hidronlar, sektomenizdə tanrılar yaşayır. Bunların da, deyək ki, hidronlarda fi transformator dairəsi, tanrılarda psi transformator dairəsi, sıfır mental şüur dairəsi və hidronların, tanrıların da və rengenlərin hamısının plazmatik bədənləri var. Bütün bunları ümumiləşdirərək belə deyə bilərik ki, ümumiyyətlə belə bir nəticə gələk ki, 25 ildən sonra indi müasir dövrdə amillərdən aldığım informasiyaya görə bütün bunların hamısı, bütün yüksək, deyək, ali qüvvələrin hamısı efir bədənindən, astral bədənindən və minlik mental şüur dairəsindən ibarətdir. İndi görürsünüzmü, 25 ildən qabaq aldığım informasiyalarla indi amillərin aldığım informasiyasında nə qədər böyük fərqlər var. Və bu fərqləri mən sizin nəzərinə çatdırdım ki, yəni deyək ki, illər keçdikcə mən yeni fikirlər alıram amillər nümayəndəsinə və yeni fikirlər aldıqca da mən bu fikirləri sizin nəzərinizə çatdırıram. İndi isə gəlin belə bir mövzu üzrə çıxış edək. Mənim bu mütləq sıfır əsərimdə belə bir mövzu var. Sirli aləmlər. İstəyirəm bu sirli aləmlər mövzusu haqqında da özümün müəyyən fikirlər, informasiyalarımı sizin nəzərinizə çatdırım. Kainatın yaranması bəşər üçün sirli qalmış qalacaq. İnsan beyninin inkişaf tərəqqisində əldə edilən nailiyyətlər heç də yaranışın kodunu aşmaq deyil. Aləm çox sahəli bir məna kəsb edən termindir. Onun mənasını açıqlamaq üçün ilk növbədə özünü dərk etməyi bacarmalısan. Həyatda gözlə görünən nə varsa bizim üçün sir hesab edilir. Hər bir sir özündə gizli bir kod açıqlayır. Reallığın qəbul edilməsi insan üçün həqiqətin mövcudluğunu təzahür etdirir.
Ancaq reallıq eyni zamanda özünü dərkdə müxtəlif maneələr yaradır. Odur ki, insanda özünə asılı olmayaraq qeyb aləminə inam sönməyə başlayır. Görünməz aləmlərin dərk edilməsində, onların mövcudluğunda inamsızlıq baş verir. Qeyb aləmin mövcudluğunu yalnız bəsirət gözü açıq olan şəxslər anlaya bilər. Mövcud aləmlərin olub-olmamasını bəsirət gözü adama anladır. Müəyyən informasiyaların alınmasında ona köməklik edir. Həqiqətin obyektiv amillərini anladır. Obyektivlikdən subyektivlik təzahür edir. Həqiqətin təzahürünü fərd, insanlar nəzəriyyələrdə təsdiqini tapır. Aləmlərin inkişaf tərzi, orada yaşayış olması şərtinə uyğun olaraq amillərin mövcudluğu kimi qəbul edilir. Belə olmazsa, insan aləm sözünün mənasını necə açıqlaya bilər? Aləm geniş, böyük bir ərazi, massiv nəzərdə tutulursa, onun sərhəddi əlbəttə ki, sonsuz olur. Odur ki, aləmi böyük, geniş bir ərazi olmasını dərk edəndən sonra qəbul edirik. Sirli aləmlər deyəndə onun obrazi formasını düşünməyə çalışırıq. Aləm insan dünya görüşündə ağla sığmayan bir kəhkəşan kimi səslənir. Aləmlərin sirli yaranışını düşünür, tədqiq edir, müəyyən açıqlamalar verməyə çalışır. Hər bir elmi izahın sonu sonsuzluğa doğru istiqamətlənir. Belə düşünürük ki, sirli aləmlərdə baş verən təbii proseslər təbiət qüvvələri tərəfindən həyata keçirilirsə, əlbəttə ki, gələcəkdə yaranacaq məkanlar üçün də ideya mənaca öz mahiyyətini itirmir. İdeyanın təzahür formaları yalnız bir-birindən fərqlənir. Aləmi bir məkanın təzahür forması kimi qəbul ediriksə, aləmin parçalanması ayrı-ayrı aləmlər üçün müxtəlif maneələr aşılayır və daha doğrusu müxtəlif deyək ki, mənalar aşılayır. Əgər biz kainat daxili aləmlərə nəzər salsaq, ilk növbədə biz nurameziyə diqqət yetirməyi vacib şərt kimi qəbul etməliyik. Ümumiyyətlə, bizdə belə bir sual meydana çıxa bilər. Belə ki, məsəl üçün, belə bir özümüzə sual verə bilərik ki, sirli aləmlərdə nələr baş verir? Bax, belə bir sual. Mən istəyirəm bu sirli aləmlərdə nələr baş verir sualının müəyyən izahını verəm və sizin nəzərinizə çatdıram. Nurameziyada baş verən proseslərə diqqət yetirək. Kainat ilk öncə boş bir kosmik fəza idi. Fəzanın sonsuz bir nöqtəsində böyük bir partlayış baş verir. Yaradan nuru parçalanaraq xırda nurlara bölündü. Nurlar yüksək enerji mənbəyinə malik idi. Fəzada nurlar ətrafı çıraqbana qərq etdi. Enerji ətrafa səpələndi. Nurlar yüksüz olduğu üçün hər yerə toplaşa bilmədilər. Efir maddə ilə qidalanan nurlar nəhayət cütləşdilər. Bu proses müvəqqəti xarakter daşıdı. Belə ki, iki nur birləşib bir astral bədənə malik oldular. Adi formalı nurdan onlar qat-qat üstün oldular.
Bədən quruluşu bir olduğundan onların enerji gücü 2 qat artıq idi. 2 qat enerjili nurlar antiprotonlar adlandı. Nurlara isə protonlar deyildi. İndi o vaxt mən proton deyirdim, indisi amillər nümayəndəsi deyir ki, nurlara proton deyil. Mən o vaxt proton deyirdim. Antiprotonlar çəkicə ağır olduğundan onlar get-gedə bir-birindən ayrılmağa başladılar. Protonlar və antiprotonlar kainatın əbədiyyətini qurmağa başladılar. Protonları atom formasında, antiprotonları isə molekul formasında qəbul etmək olar. Görürsünüz. Protonlar atom formasında, antiprotonlar molekul formasında qəbul etmək olar. Protonlar əbədiyyətin atmosfer qatını, antiprotonlar isə maqma hissəsini yaratdılar. Əbədiyyət tam hazır olandan sonra onlar arasında gah cütləşmə prosesləri baş verir, gah da parçalama hadisələri olurdu. Beləliklə, əbədiyyətdə baş verən proseslər bu cür davam etdi və nəhayət nurlar əbədiyyəti Nuramezi adlandırdılar. İndi bu, yəni Nurameziyə burada bir sual verilir, sirli aləmlərdə nələr baş verir? Və buna misal üçün mən Nurameziyada baş verən proseslərdən danışdım. İndi burada bu 25 il bundan qabaq deyilən fikirlərdir. Bunun başqa, yəni 25 ildən sonra ki, indi müasirdə amillər nümayəndəsindən, məsələn, mən bu indi söylədim informasiyanın doğru düzgünlüyünü müəyyənləşdirə bilərəm. Ancaq amillər nümayəndəsi dedi ki, hələlik tezdir. Bunlar haqqında əsl həqiqət, nurlar haqqında, Nuramezi haqqında əsl həqiqətləri mən sizə gələcəkdə deyəcəm. Ümumiyyətlə, Nurameziyadan və nurlardan çoxlu mən videolar çəkmişəm. Çoxlu məlumatlar vermişəm. İndi belə bir məndə belə bir sual meydana gəlir. Sirli aləmlərin kökü haradan başlayır? Bax, belə bir sual əmələ gəlir məndə. Sirli aləmlərin kökü haradan başlayır? Mən indi sirli aləmin kökü haradan başlayır? Bu sualın belə izahını verirəm. Sirli aləm kökü əbədiyyətdir. Hər bir aləm əbədiyyətdən başlayır. Bu da yaradan ol hökmü ilə həyata keçdi. Yaranış kainatın özü ilə bağlıdır. Kainatdan gələn sivilizasiya haqqında çoxlu məlumatlar vermişəm, ehtiyac yoxdur. Əbədiyyət mövcudluq tapanda sərhəd yox idi. Atmosfer qatı bir qatdan ibarət idi. Həmin qatın yaradıcıları protonlar idi. Kainatdan qabaq müxtəlif sivilizasiyalar mövcud olması ilə deməli danışmağa çoxlu videolarım var da, ehtiyac yoxdur, yenə deyirəm. Kainat yaradan üçün yeni bir quruluşa malik aləm idi. Sirli aləmlərlə maraqlananlar tapıldı. Əlbəttə, ilk ələqə yaradanlar tanrılar idi. Söhbət gedir bu ali qüvvələrdən. Sektormeziyadan gələn tanrılar protonlarla əlaqə yaratdılar və bu zaman onlarla kontakta girə bilmədilər. Onda antiprotonlar onlarla əlaqə yaratdılar. Nəticədə informasiya mübadiləsi baş tutdu. Tanrıların alfa transformator enerji dairəsi antiprotonların transformator enerji dairəsini birini mənimsədilər. Kontakt qutarandan sonra antiproton tanrı əlaqəsini kəsdi.
Antiproton parçalandığı zaman iki protondan birinin üst transformator enerji dairəsi, ikincisi iki ədəd transformator dairəsi oldu. Beləliklə, ikinci proton öz mövzusunu itirdi və yeni bir canlıya çevrildi. Bu fikirlər, yəni 2025 yılından qabaq yazılan fikirlərdir. Fəzada bu cür canlılar artmağa başladı. Həmin canlılara pozitron adı verildi. Pozitronlar öz məkanlarını qurdular. Həmin məkanda odomeziya adlandı. Beləliklə, sirli aləm kökünün haradan başlanmasının mənasını biz anladıq. Ancaq bu fikirləri mən sizə deyim ki, 25 yıldan qabaq yazılmışdır. Bu nurların yaranması, nursuzların yaranması, yəni bu pozitronlar nursuzlar deməkdir. Yəni biz nurlara proton deyirik, nursuzlara pozitron deyirik. Bunların yaranması başqa formada olubdur. Bunu amillər nümayəndəsinə mən izahını vermişəm. Bu 25 yıldan qabaq yazılan informasiyalardır. Bir növ keçmişdə olan fikirləri sizin diqqətinizə çatdırmaq istəyirəm. İndi mən belə bir mövzu haqqında çıxış etmək istəyirəm. Növbəti mövzumuz belədir. Sirli aləmlərə təsir edən amillər. Yəni, sirli aləmlərə hansı amillər təsir edir? Əlbəttə ki, aləmlərin mövcudluğu, inkişaf tərzi və orada yaşayan canlıların təkamül prosesləri müxtəlif amillərdən asılıdır. Məsələn, aləmin yaranması, təkamülü və dağılma prosesləri kodlaşdırılmış sistemlərin köməyi ilə həyata keçirilir. Və yeni yaranan məkanlar kodlar üzrə müəyyənləşdirilir. Əlbəttə, hər bir məkanın kosmik fəzada təsəvvür formaları həmin kodlu sistemlərin dəqiqliyi və zaman məfhumundan asılıdır. Kodlu sistemlərin tərtib olunması kosmik ali şuurun deyək ki, kosmik ali şuurda mövcud ali sovetdə təsdiq edilir. Və həmin sistemlər qəbul edən yüksək şuurlar əlbəttə ki, onu icra etməyə başlarlar. Buna misal olaraq nurameziya və odomeziyanın qurulmasının misal göstərə bilərik. İndi mən belə bir sual qarşıya çıxır ki, mən bayaq dedim ki, belə bir mövzu, sirli aləmlərə təsir amillər. İndi bu sirli təsir amillər bir növ kodlu sistemlərdən ibarətdir. İndi istəyirəm ki, kodlu sistemlərdə hansı amillər mövcuddur? Və bu amillərin bir-bir adını sizə nəzərinizə çatdırmaq istəyirəm. Kodlu sistemlərdə aşağıdakı amillər müəyyənləşir. Birinci, sistemin tərtib olunması. İkinci, sistemin təqrib maketinin qurulması. Üçüncü, aləmin quruş formasının yaradılması. Dördüncü, aləmin alt və üst qatlarının yaradılması. Beşinci, aləmdə mövcud şəraitin təzahür forması. Altıncı, aləmdə canlıların olub-olmaması müəyyən edilməsi. Yedinci, aləmin təkamül forması. Səkkizinci, canlıların təkamül formaları. Doqquzuncu, aləmin süqutu. Bu kodlu sistemin amilləri bu 9 punktdan ibarətdir. İndi mən istəyirəm ki, bu 9 punkt ki, mən sizə dedim. İstəyirəm bu 9 punktun sizə izahını verim. İndi biz dedik ki, birinci amil budur, sistemin tərtib olması. İndi gəlin bu sistemin tərtib olması haqqında öz fikirlərimizi bildirək. Bu haqda danışaq. Deməli, kodlu sistemlər rəqəmlər və ədədlər üzərində qurulur. Aləmin ilk öncə kosmik fəzada yeni müəyyənləşir.
Kainatın yaranması məsələsində onun fəzada yerləşən parametrlər müəyyənləşdirilir. Kainatın sektomeriziyan yaxınlığında qurulması məsələsi müzakirə olundu. Təsdiq olunan sonra onun sistemləri qurulmağa başladı. İlk öncə onun parametrlərindən uzunluq və en ölçüləri müəyyənləşdirildi. İlk dəfə olaraq ox boyu fırlanan məkanın yaradılması qərar alındı. Ox boyu fırlanmada uzunluq və en ölçüləri radius ilə əvəz olundu. Dairənin qapalı formada qəfəsinin maketinin qurulması vacib bulundu. Qapalı kodlu qəfəs enerji tutumuna görə kainatdan kənar sivilizasiyalardan fərqləndi. Sistemin onluq kodlu sistemləri ilə qurulması həyata keçirildi. Əvvəlcə rəqəmlərin kodlaşdırılması bu cür aparıldı. 0101 bu formada kodlaşma həyata keçirildi. Yəni ki, bu sistem 0101 rəqəmlərdən ibarət oldu. Hər bir sıfırdan sonra vahid başladı. Yəni 0 başlayır, sonra 1, 0 başlayır, sonra 1. Hər bir sıfırın sağında rəqəmlər onluq təşkil edir. Bu deməkdir, rəqəmlər əbədiyyət ətrafında tarazlıq yaradır. Hər bir sıfırı qalaktikaның ən böyük hesab edən giqaqalaktika kimi də qəbul etmək olar. Mən sizə dedim də, bu kainatdan kənar meqaqalaktikalar da var, giqaqalaktikalar da var. Əlbəttə, kodlaşmanı bu cür həyata keçirə bilərik. Məsələn, əbədiyyət üstəgələk giqaqalaktika, yenə üstəgələk əbədiyyət, üstəgələk meqaqalaktika və əbədiyyət üstəgələk qalaktika. Bax, bu rəqəmə çevirsək, bu kodlu sistem olacaq. Bu dəfə 0 yox, 1-0 bu formada. Deməli, kodlu sistemi əldə edirik. Əbədiyyət kütləsinə görə giqaqalaktikadan 100.000 dəfə, meqaqalaktikadan 1 milyon dəfə böyükdür. Odur ki, onlar arasında tarazlıq aralıq məsafələrə görə müəyyənləşir. Kainatda fırlanma hərəkət vermək üçün aralıq rüblərdə əlavə müxtəlif ölçülü giqaqalaktikalar, meqaqalaktikalar quruldu. Kainatın kodlu sistemi bu zaman dəyişdi. Əlbəttə, qalaktikanın düzgün yerləşməsi nəticəsində fırlanma hərəkəti də baş verdi. Sistemin qurulması bu cür oldu. Yəni, əbədiyyət mərkəzdə oldu. Mən bunu sistemin qurulma formasını mən sizə göstərim. Yəni, siz onu görəsiniz. Bax, burada görürsünüz ki, bax, burada sistemin onluq kodlu sistemlərlə qurulması, həyata keçirilməsi aşağıdakı rəqəmlərin kodlaşdırılması ilə aparıldı. Məsələn, görürsünüz, bu birincidə 010101 bu cür getdi. İndi ikincidə dedik ki, əbədiyyət, giqaqalaktika, əbədiyyət, meqaqalaktika və s. Bunların kodlu sistemi bu cür yalanır. 1-0-1-0-1-0-1-0 bu cür həyata keçdi. Sonra gəlir sistemin qurulma forması bu cür olur. Görürsünüz, mərkəzdə 1-dir. Deməli, deyək ki, müsbət y oxuna 0-1-0-1 gedir. Mənfi x oxuna 0-1-0-1, müsbət x oxuna 0-1-0-1 və mənfi y oxuna 0-1-0-1. Bax, bu sistemin quruluş forması bu cür həyata keçdi. Yəni, mən onları rəqəmləri göstərdim ki, o kodlu sistemi göstərdim ki, indi mən danışıram. Ancaq ola bilsin, siz başa düşməyəsiniz. Ancaq bu kodlu sistemləri mən göstərdim ki, siz başa düşərsiniz, bax, bu kodlu sistemlər nədir və sistemin quruluş forması necədir. Əlbəttə ki,
Burada deməli, eyni zamanda cəzb etmə və dəf etmə qüvvələrinin təsiri altında qalaktikalarda fırlanma hərəkəti baş verdi. Nəticədə ikinci böyük bir partlayış baş verdi. Giqaqalaktika və meqaqalaktika arasında xırda ölçəyə malik sayısı hesabsız qalaktikalar yarandı. Qalaktika öz növbəsində ulduz sistemləri, ulduz qrupları, Güneş sistemləri isə planet, peyk və başqa göz cisimləri yaratdı. Ancaq burada mənim fikir var ki, mən bu amillər nümayəndəsinə aldığım informasiya görə bizim kainatı 4 rübə bölürük. Birinci rübdə qalaktikalar əmələ gəlir. İkinci rübdə deyək ki, meqaqalaktika, üçüncü rübdə giqaqalaktika, dördüncü rübdə qara materiya, qara enerji yerləşir. Yəni bunu indi amillər nümayəndəsi mənə deyir. Ancaq burada informasiyalar başqa cür verilibdir. Müəyyən bir fərqlər var. Yəni fikir ayrılıqları var. Bu oxudum indi bu informasiyalar 25 ildən qabaqki informasiyadır. Yəni